sual. Ədədi silsilənin birinci həddi 7-yə bərabərdir. Dərhal qeyd edək. Deməli, A1 bərabərdir 7. 7-ci və 15-ci hədlərinin cəmi, yəni A7 üstəgəl A15 cəmi 76-ya bərabərdir. Bu silsilənin fərqini tapın. D bərabərdir sual işarəsi. Yəni D-ni tapmaq lazımdır. Burada A7-ni biz belə yaza bilərik. Yəni düstura görə A7 bərabərdir A1 üstəgəl 6D. A15 isə bərabərdir A1 üstəgəl 14D-yə. İndi A7-nin yerinə bu ifadəni, A15-in yerinə isə ikinci bu ifadəni yazaq. Əldə edəcəyik A1 üstəgəl 6D. Yəni A7-nin yerinə yazdıq bunu. Üstəgəl A15-in yerinə isə burada yazılan ifadəni, yəni A1 üstəgəl 14-dir. Bərabərdir nəyə? 76-ya. İndi bunları islah edək. Yəni A1 üstəgəl A1 edir 2 dəfə A1 üstəgəl 6D üstəgəl 14D 20D edir. Bərabərdir 76-ya. İndi isə A1-in yerinə bizə A1-in qiyməti verilib 7-dir. Deməli A1-in yerinə 7 yazacağıq. 2 dəfə 7 üstəgəl 20D bərabərdir 76-ya. 2 dəfə 7 14 olur. Üstəgəl 20D bərabərdir 76. Buradan 20D bərabərdir 76 çıxılsın 14, yəni 62-yə. D bərabərdir 62 bölünsün 20-yə. Bunları 2-yə ixtisar edək. 62-ni 2-yə böləndə 31 edir. 20-ni 2-yə böləndə isə 10. Yəni 10-da 31. Cavablar onluq kəsr halında verildiyi üçün 10-da 31 deməkdir 3/10-1. Deməli, doğru cavab B bəndidir. 29-cu sual. -3, 1 və 5 -1 nöqtələrindən keçən düz xətt üzərində bir nöqtə hərəkət edir. Bu nöqtənin ordinatı 3 vahid kiçilsə, absisi necə dəyişər? Deməli, düz xəttin 2 nöqtəsi verilib. 2 nöqtə veriləndə biz bu düz xəttin bucaq əmsalını tapa bilərik. Yəni K bərabərdir. Bucaq əmsalının düsturu belədir. Y2 çıxılsın Y1 bölünsün X2 çıxılsın X1. Yəni Y-in fərqi bölünsün X-in fərqinə. Bərabərdir. Bizdə Y2 -1-dir. Deməli, -1 çıxılsın. Y1 isə 1-dir. Deməli, çıxılsın 1. Bölünsün X2 çıxılsın X1 nə olacaq? 5 çıxılsın -3 olacaq. Deməli, 5 çıxılsın -3 bərabərdir. -1 çıxılsın 1 edəcək -2. 5 çıxılsın -3, mənfi və mənfi müsbət verir. Deməli, 5 toplayaq 3 olacaq 8. 2 və 8-i ixtisar etsək 2-yə. 2 2-yə böləndə 1, 8-i 2-yə böləndə isə 4 edir. Deməli, əldə edirik 4-də -1. Deməli, bu düz xəttin bucaq əmsalı 4-də -1-ə bərabərdir. İndi isə deməli, belə bir düstur yazaq. Y2 çıxılsın. Daha doğrusu yeni bir düstur deyil, sadəcə bu düsturun bir başqa halıdır. Yəni, əgər biz K-nın altına 1 yazsaq və bunları çarpaz vursaq, nə əldə edirik? Y2, yəni 1 vurulsun Y2, 2 çıx Y1 elə birbaşa özünü verir. Y2 çıxılsın Y1 bərabərdir. K vurulsun X2 çıxılsın X1. Buradan biz, baxın, sualda bu nöqtənin ordinatı 3 vahid kiçilsə, absisi necə dəyişər deyir. Absisin dəyişməsi bu düstur, yəni bu ifadədir. X2 çıxılsın X1-dir. Ona görə də bu düsturdan X2 X1-i ifadə edək. X2 çıxılsın X1 bərabərdir. Y2 çıxılsın Y1 bölünsün K olacaq. İndi biz K-nın nə olduğunu tapmışıq. K-nın qiyməti budur. Ona görə də bu tənlikdə X2 çıxılsın X1 bərabərdir. Y2 çıxılsın Y1 bölünsün K-nın yerinə bu qiyməti yazırıq. -4-də 1.
4-də 1. Baxın, bu sadəcə mənfi işarəsini qarşıya gətirdim. Eyni deməli ədəddirlər. 4-də -1 və -4-də 1 eyni ədəddir. İndi isə y2 çıxılsın y1-in nə olduğuna baxaq. Bizə bu verilibdir. Deyir ki, bu nöqtənin ordinatı 3 vahid kiçilsə, yəni y2 çıxılsın y1, kiçilmək deməkdir ki, -3 əslində. Yəni böyümək müsbət 3 olacaq, kiçilmək isə -3 olacaq. Deməli, y2 çıxılsın y1 -3 olarsa, x2 çıxılsın x1-i tapmaq tələb olunur. Aşağıda sadəcə -4-də 1-i köçürürük. -4-də 1. Mənfilər ixtisar gedəcək. 4-də 1-i, daha doğrusu 3 bölünsün 4-də 1 isə biz əgər surət və məxrəci 4-ə vursaq, 4 və 4 ixtisar gedəcək. Deməli, aşağıda 1, yuxarıda 3 dəfə 4, 12. 1-də 12 isə elə 12 deməkdir. Yəni, x2 burada təzədən yazıram. x2 çıxılsın x1 bərabərdir nəyə? 12-yə. 12 müsbət ədəddir. Yəni, ordinat 3 vahid kiçilsə, absis nə olacaq? 12 vahid qarşısında heç nə yazılmayıb, deməli müsbətdir. Yəni 12 vahid böyüyəcək. Ona görə də doğru cavab Kaiser-Debye Tormi-Deyer teorit, yəni 12 vahid böyüyəcək olacaq. 30-cu sual. AB düz xətti iki kəsişməyən çevrənin ortaq xarici toxunanıdır. A və B nöqtələri toxunma nöqtələridir. Çevrələrin radiusları 6 sm və 1 sm, çevrə mərkəzləri arasındakı məsafə isə 13 sm olarsa, AB parçasının uzunluğunu tap. Deməli, radiuslar verilibdir bu çevrələrin radiusları. Biri 6 sm-dir. Digəri isə 1 sm. Və bu çevrələrin mərkəzləri arasındakı məsafə 13 sm-dir. Bizdən AB parçasının uzunluğunu soruşur. Yəni, bu parçanın uzunluğunu soruşur. Fikir verin, əldə etdiyimiz bu fiqur trapesiyadır. Bu trapesiyanın əvvəlcə gəlin orta xəttini tapaq. Orta xəttinin uzunluğu bu trapesiyanın oturacaqlarının uzunluqları cəminin yarısına bərabərdir. Yəni 6 üstəgəl 1 böl 2-yə bərabər olacaq. Yəni 3,5 eləyir. 6 üstəgəl 1 bölünsün 2 bərabərdir 3,5. Deməli, orta xətt 3,5-ə bərabərdir. İndi isə gəlin bu yuxarıda əmələ gələn fiqura fikir verək. Əgər biz bu fiqurda bu fiqurun bu hissəsini tapsaq, o halda AB parçasının uzunluğunu tapmaq üçün sadəcə bu parçanın, yaşıl bu qeyd etdiyim parçanın 2 qatı olacaqdır. Yəni, sadəcə bu uzunluğu 2-yə vurmamız lazımdır. Ona görə ki, bu ikisi bir-birinə bərabərdir. Çünki bu orta xəttdir. Yaxşı. Deməli, bu yaşıl, bunun özü trapesiyadır. Bu trapesiyanı gəlin burada ayrıca çəkək. Belə bir fiqurdur. Bizə, bax, bu parçanı tapmaq lazımdır. Əlimizdə var, deməli, buranın 1 sm olması və bu aşağı hissəsinin isə 3,5 sm olması. Eyni zamanda bu, deməli, bunların mərkəzləri arasındakı məsafə 13 sm-dir. Bu orta xətt olduğu üçün, deməli, bu orta xətt bizə, deməli, bu parçanın 13-ün yarısı olduğunu verir. 13-ün yarısı 6,5-dir. Deməli, bu hissə, yəni bu tərəfi, bu trapesiyanın sağ tərəfi 6,5 sm-dir. İndi isə bu əldə olan trapesiyanı gəlin bu nöqtədən 2-yə bölək. İndi əldə etdiyimiz bu iki fiqurdan əvvəlcə gəlin fikir verin. Bax, bu parçanın uzunluğu nə olacaq? Yuxarı 1 sm olduğu üçün bu əldə etdiyimiz fiqur düzbucaqlıdır və qarşı tərəf, yəni qarşılıqlı tərəfləri bərabərdir bu fiqurun.
1 santimetrdir deyə, deməli burada 1 santimetr olur. O halda əgər bütöv olaraq 3,5 santimetrdirsə bu oturacağın uzunluğu, o halda bu qalan hissə də 2,5 santimetr olacaq. Yəni 3,5-dən 1 santimetrə çıxırıq, 2,5 santimetr olur. Və bizə lazım olan bu tərəfin uzunluğunu tapmaq üçün, yəni biz bilirik ki, bu iki tərəf qarşı tərəflərdir və bərabərdir bir-birinə. İndi isə gəlin bu sağ tərəfdə olan düzbucaqlı üçbucağa fikir verək. Bu düzbucaqlı üçbucaqda biz hipotenuzu bilirik və katetlərdən birini bilirik. Sadəcə bu ikinci kateti tapmağımız lazımdır. Bu katet, yəni düzbucaqlı üçbucağın bu kateti elə bu trapesiyanın bu bilmədiyimiz sol tərəfinə bərabər olacaq. Bunun üçün isə Pifaqor teoremindən istifadə edəcəyik sadəcə. Deyək ki, bura x-dir. X olanda deməli burada x-dir. Yəni x-i tapmaq üçün indi Pifaqor teoremindən istifadə edək. X kvadrat üstə gəl 2,5 kvadrat bərabərdir 6,5-in kvadratına. İndi bu tənliyi həll edək. X kvadrat üstə gəl 2,5-i deməli, əgər biz 2-də 5 olaraq yazsaq, düzgün, daha doğrusu adi kəsr kimi, bu da asan olacaq. Bərabərdir 6,5 isə 2-də 13 kimi yazaq. Çünki 13-ü 2-yə böləndə 6,5 edir kvadrat. X kvadrat bərabərdir 2-də 5-in kvadratı 4-də 25-dir. Burada bərabərdir yox, əvvəlcə olduğu kimi saxlayaq. Hələ toplama işarəsi durur burada. Üstə gəl. Deməli, 4-də 5-in kvadratı isə 25-dir. Bərabərdir. Burada da aşağıda deməli 2-nin kvadratı 4, 13-ün kvadratı 169 edir. X kvadrat bərabərdir 4-də 169 çıxılsın 4-də 25 bərabərdir. Məxrəclər eynidir. Qalacaq olduğu kimi 4, 169-dan 25-i çıxanda 144 edir. Bəli, deməli 144 və 4-ü də ixtisar etsək 2-yə. Bir dəqiqə, bəlkə 4-ə bəli, birbaşa 4-ə bölə bilərik. 144-ü birbaşa 4-ə bölsək nə olacaq? 14-ün içində 4 3 dəfə, orada qaldı 2, 24 edir. 24-ü 4-ə böləndə 6 gəlir. Deməli, 144-ü 4-ə böləndə 36 elədi. X kvadrat bərabərdir 36. Buradan x bərabərdir 36-nın kvadrat kökünü götürürük. Bu isə edir 6. Yəni, trapesiyanın bu sol hissəsi 6 santimetrə bərabərdir. Biz nəyi tapdıq? Gəlin indi qaydaq yuxarıdakı şəkilə. Bura 6 santimetr olduğunu tapdıq. Deməli, bunun sol tərəfi də ona bərabər olduğu üçün 6 santimetr olacaq və ümumi olaraq AB parçasının uzunluğu 2 dəfə 6, yəni 12 santimetrə bərabər olacaq. Ona görə doğru cavab Q bəndidir.